Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün tez başa gələn, dadlı, ləzzətli piroq hazırlayacağım. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 4 stəkan yarım un, 1 cimdik duz, eləcə də 1 ədəd vanilin tökürəm. Üzərinə 200 qram yağ əlavə edib umaç hazırlayıram. Ayrıca bir qabda 1 ədəd yumurtanın üzərinə yarım stəkan şəkər tozu əlavə edib qarışdırıram. Bir stəkan qatığın üzərinə 1 çay qaşığı soda töküb qarışdırıram və onu da digər ərzaqların üzərinə tökürəm. Ərzaqların hamısını yaxşıca qarışdırıram. Alınan qarışımı umacın üzərinə töküb xəmir yoğururam. Olduqca kövrək, yumşaq xəmir alınır. Xəmiri 2 bərabər hissəyə bölüb kündələyirəm. Hər ikisini soyuducuya qoyuram, ancaq kündənin birini soyuducunun dondurucu hissəsində saxlayıram. Təxmini 1 saat saxlamaq lazımdır. Bir saatdan sonra xəmiri soyuducudan çıxarıram və soba listinin hər tərəfinə gələcək şəkildə yayıram. Qeyd edim ki, mən böyük ölçülü soba listindən istifadə etdim. Üzərinə cem əlavə edirəm. Zövqə görə hər hansı bir cem istifadə edə bilərsiniz. Mən əncir cemindən istifadə etdim. Cemi də xəmirin hər tərəfinə gələcək şəkildə yayırıq. Digər xəmiri də dondurucudan çıxarıb cemin üzərinə rəndələyirəm. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq mənim piroqum bişib hazırdır. Soyuduqdan sonra isə kəsirəm. İstədiyiniz formada kəsə bilərsiniz. Mən paxlava formasında kəsdim. Olduqca ləzzətli, ağızda yağ kimi əriyən dadlı piroq alındı.
Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun not bölümündə yaza bilərsiniz. Hazırlayacaq hər kəsə nuş olsun. Sağ olun, görüşərik.